Show biznesin en büyük tənqidçisi Pərviz hal-hazırda Ülya doktorumuzun yanındadır. Mən də bugündən burada müalicə alıram Naziləmin sayəsində. Amma doktor zarafatı qoya bir ağa. Nədən əziyyət çəkirəm? Açıq deyin də. Qaraciyər. Yox, zarafat çıxıyor. Nə qədər problemim var? Çünki axşamlar səhv bildiyi doğrular var. 1 kilo meyvə yeyir. Çoxlu meyvələr yeyir. Biraz şəkərimiz yüksəkdir. Endokrin problemlər var burada. Xolesterin, lipid spektr. Yəni tamamilə sizə Bir də xroniki dediniz. iltihab. O nə deməkdir? Allergiya. Xroniki allergiyanız da var. Təəssüf ki, indiyə qədər bu diaqnozu sizə qoymayıblar. Çünki baxmamışsınız o testlərə. O da qidalanma, eliminasiya pərhiz edəcəksiniz və biz mədə, bağırsaq, qaraciyər təmizləyəndən sonra, detoksikasiya edəndən sonra onların hamısı azalacaq. İnşallah. Mən əslində analizlərimi də doğru ünvanda vermişəm referansda. Qoymayıblar, çünki baxmamışsınız o testlərə. O da qidalanma, eliminasiya pərhiz edəcəksiniz və biz mədə, bağırsaq, qaraciyər təmizləyəndən sonra, detoksikasiya edəndən sonra onların hamısı azalacaq. İnşallah. Mən əslində analizlərimi də doğru ünvanda vermişəm referansda. Siz də burada iş çox son. Pərviz deyincə, atım sən nə edirsən? Elə belə profilaktik? Yox, məndə problemlər vardı zoruma görə. Olmuşdum, 70. Görmüşdüm də, sən amma indi arıqlamısan. Naziləm də arıqlayıb. Yəni dostlar, bu reklam deyil ha. Mən sizə bir söz deyim. Yəni deyim ki, bu reklam deyil, öz yolumda görürsünüz və mənim çox böyük fobiyam var. Amma bu analizlərdən sonra mən məcbur oldum doktorun yanına gəlim. Allah razı olsun doktor. İnşallah yaxşı oluram. Nazı, sənin sayəndə. Pərviz, nigarın o gün gördüm səni burada. Amin. Hə, görsün. Gedin dincəlin, məni də rahat bıraxın. Çox sağ olun doktor. Buran çox qəşəng otaqlar. Rahat bıraxsalar oturaram burada. Doktor çox sağ olun. Var olun, qurban olun.